Sənin gözlərin əslinə qalsa kördür. İnanmırsan, gəl sübut edeyim. Bax, burada bir şəkil qoyacağım. Telefonu maksimal dərəcədə özündən uzaqlaşdır. Diqqətlə bu şəkilə bax və sol gözünü bağla. Sol gözünü bağlayandan sonra diqqətin plus işarəsində olsun və plus işarəsinə baxa-baxa telefonu özünə tərəf yaxınlaşdır. Bir an hiss eləyəcəksən ki, sağda gördüyün qara nöqtə itir və sən o qara nöqtə əvəzi yalnız ağ rəng görürsən. Təbrik edirəm. Gözündəki kör nöqtəni tapdıq. Amma bu kör nöqtə niyə var? Niyə bizim gözümüz müəyyən yerdən sonra nəyisə görmür? Gəl izah edeyim. Məsələ bizim gözümüzün strukturundadır. Bizim gözümüzün daxilində işığın qəbuluna cavabdeh olan iki əsas reseptor növü var. Bir çubuqlar, bir də kolbalardır. Və bunlar əsasən 3 əsas rəngə, yəni RGB, qırmızı, yaşıl və göy rəng qəbul edirlər. Və bütün qəbul olunan informasiyanı bizim birbaşa beynimizə göndərirlər. Və bu kolbalar bizim gözümüzün daxilində demək olar ki, hər bir yerdə var. Yeganə bir yer çıxmaq şərti ilə beynimizə gedən kanalın içində yoxdur. Və məhz ora işıq daxil olmadığına görə kör nöqtə məhz oradadır. Və əgər işıq oraya təsadüf edirsə, bizim beynimiz orada heç bir reseptor olmadığına görə hər hansı bir məlumat əldə edə bilmir və ətrafdakı məlumatlara əsasən o boşluğu doldurur. Yəni ki, ətraf ağ idi deyə o qara nöqtəni ağ rənglə əvəzlədi. Eyni şey insanlarla da baş verə bilər. Yəni uzaqdan insanı da görməyə bilərsiniz. Ya kör nöqtənizə düşüb, ya da ki, sadəcə keyfiniz olmayıb. İndi baxır hansı bəhanəyə fikirləşəcəksiniz.